Misal üçün, bax, bu ən çox problemlərdən biri də ikinci gün seminarda uşaqlar fanalı qururlar, reklam da verirlər, Əhə. nəticə də alırlar. Amma məsələni ölçmək yoxdur. Yəni elə bil ki, uğurlu gedirlər, hardasa problem yaranır da, yəni düşüş olur da təbii ki. Düşəndə sistemi sökürlər, oturub təhlil eləyə bilmirlər ki, problem nədən qaynaqlana bilər. Yəni ölçüm eləmə məsələsini məncə tam öyrənməyiblər ya da öyrənmək istəmirlər. Və ancaq elə düz gedək. Məncə ölçmək asan bir proses deyil. Mən Hə. elə fikirləşirəm. Yeni təzə mütəxəssislərdən, yəni junior və yaxud da mid səviyyədə mütəxəssislərdən. Çünki ölçmək üçün biraz da daha çox, yəni belə pis mənada demirəm, həqiqətən yaxşı analitik qabiliyyət, biraz IQ olması lazımdır. Çünki qırılmaların harda olduğunu bilmək üçün sən baxmalısan, izləməlisən. İndi məsəl üçün reklam tərəfində qırılma olanda ət fətik situasiyası var, reklam yorğunluq məsələsi var. Onu avtomatik olaraq meta sənin qarşına çıxara bilər. Amma Çox real. şey məsələsinə gəldikdə artıq mesajda geri dönüşlərin aşağı düşməsi və yaxud da yazılan mesajlardan satışın olmamağı, kontentin uğurlu olub olmamağını, bunu artıq ölçmək biraz da daha çox biraz daha düşünə bilməlisən.